Bəli, dəyərli izləyicilər, davam edirəm ikinci hissədə. Cavad Heyətin bizə anlatmağa çalışdığı Türklərin fütuhat fikrindən bəhs edəcəyəm. E, Cavad Heyətin Türklərin tarixi və mədəniyyətinə baxış əsərində bu əsərdən çıxardığımız nəticələrdən biri Türk varlığının mahiyyətinin onun fütuhat fikri ilə, yəni fəth ideyası ilə formalaşmasıdır. Aydındır ki, qədim Türklər bəzən yad bir qəbilənin və ya başqa bir Türk qəbiləsinin işğalları nəticəsində köç etməyə məcbur olmuşdular. Və belə hallarda köləlikdə və müstəqil olmadan yaşamaqdansa, Türklər hər zaman köçməyi, vətənlərini tərk etməkdən vətəni tərk etməkdən üstün tutmuşdular. Yəni Türklərin köçü iki şəkildə baş vermişdir. Fəth və tədricən genişlənmə fikrində. Cavad Heyət yazır ki, eramızdan əvvəl 315-ci ildə bağlanan müqavilədən sonra Çinlilər Hun müharibəsi taktikalarını öyrənməyə başladılar, öyrənməyə və süvari dəstələri təşkil etməyə başladılar. Digər bir bölümdə Hunlar, Ötükanlılar haqqında yazır ki, onlar Toqdiləri fəth etdikdən sonra İrana hücum etdilər. Bəhrami Gürun hakimiyyəti dövründə Eftalilər, Ahunlar Amudarya çayının keçərək İrana hücum etdilər. Yəni 427-ci ildə. 484-cü ildə Eftalilər Sasani kralı Firuzu məğlub edib öldürdülər. Bu müharibədə Sasanilər Eftalilər tərəfindən məğlub edildi və xərac ödəməyə məcbur edildilər. Eftalilər də Şərqi Türkistanı və Quzey Hindistanı fəth etmək təhlükəsi ilə üzləşdilər. Golden digər mənbələrə istinad edərək yazır. Hunlar amansız döyüşçülər idilər. Şiiçliyə görə Hunlar müharibənin onların olduğunu açıq şəkildə nümayiş etdirirlər. Yəni qərb alimlərinin də yazdıkları eyni məsələni təsdiq edir ki, Türklər əzəldən fatihçi ruhunda və döyüşçü ruhunda bacarığında olublar. Eramızın 370-ci illərində Hunlar Volqa çayını keçərək Şərqi Avropaya və yaxın Şərqə basqınlara başladılar. Pannoniyanın, yəni təxminən müasir Macarıstanın nəzarətini ələ keçirdilər və genişlənmələrinin köməyi ilə Roma imperiyasından sonraki Avropanın əhalisini formalaşdıran digər miqrasiyalara başladılar. Bunu Golden yazır. Cavad Heyət yazır ki, Türk köl mədəniyyətində və ya atılıq köçəri mədəniyyətində at və dəmir əsasdır. Lakin dəmir Monqol mədəniyyətinə daha sonra daxil oldu və 13-cü əsrə qədər Monqollar oxlarının uclarını belə dəmirdən deyil, sümükdən düzəldirdilər. Golden yazır, Avrasiya çöllərinin xalqları və mədəniyyətləri haqqında tədqiqatlar əsərində. Yəni yazır, Türklərin metal emalı bacarıqlarının da diqqətə layiq olduğunu və Aşina xalqının silah hazırlamaqla xüsusi istedadlara malik olduğunu qeyd edir. Cavad Heyət isə böyük tədqiqatçı Kiselovun fikrincə deyir, Andronova xalqı, yəni atlı döyüşçülər bölgəyə hakim olmuş və hərbi tarixdə yeni bir dövr açmışlar kimi qeyd edir.
Smith, Minkin, Coppers, Flor, bu kimi tanınmış e, mədəniyyət tarixçilərinə görə at ilk dəfə Türklərin əcdadları tərəfindən əhəlləşdirilib və açılıqda və döyüşdə istifadə edilib. Cavad Heyət yazır. Çinlilər atçılıq və döyüş sənətini Hunlardan öyrəniblər. Eramızdan 300 il ə, əvvəl. Çin və Bizans yazıçılarına görə Hunlar at belində sanki e, at belində doğulmuş kimi yaşayırdılar və atı müqəddəs hesab edirdilər. Cavad Heyət bu və ya oxşar nümunələrlə Türkün təbiətini, onun fitrətində fütühat fikri olmasını, Türklərin öz vətənləri uğrunda mübarizə ruhunu və onların fəth hərəkatının təməlini qədim dövrlərdə qoyulduğunu ortaya qoyur. Göründüyü kimi bu ruh Türklərə miras qalıb və bugünə qədər davam edir. Altay dağlarında və Yenisey çayının mənbəyində bol dəmir filizi var idi deyir və bu filizi Türklər çıxarırdı. Silahlar və digər alətlər bu filizdən hazırlanırdı. Orta Asiyada qazıntılar aparılan qədim Türk kurqanlarında tapılan dəmir əsərləri eramızdan əvvəl 2000 illiyin, 2-ci minilliyin əvvəllərinə aiddir, deyir Cavad Heyət. Cavad Heyət Sabarlar xalqı haqqında belə yazır. 516-cı ildə Sabarların başçısı Balaq, Bələk də deyirlər ona, Sasanilərlə müqavilə bağladı və onların köməyi ilə Bizanslılara qarşı vuruşdu. Sabar ordusu Ermənistana hücum etdi, Anadoluya girdi və Konya'ya qədər irəlilədi. Sabarlar əla döyüş silahlarına sahib idilər və bu baxımdan qonşularından fərqlənirdilər. Bizans mənbələrinə əsaslanan Golden Sabir etnonimindən istifadə edir. Yazır ki, Sabarların hərbi üstünlüyünü oxtar şəkildə yəni ifadə edir. Yazır ki, şübhəsiz ki, 515-ci ilə qədər onlar açıq şəkildə səhnəyə çıxdılar və tezliklə Bizans-Sasani münasibətlərinin diplomatik təbəqəsinə daxil edildilər. Hər iki tərəf bu vacib köçəri icmanı müttəfiq kimi qazanmağa ümid edirdi. Malalas deyir ki, onların 100 min nəfərlik ordusu ola bilərdi. Bu, küçültmə olsa da, belə yarısını da götürsək, bu əhəmiyyətli bir saydır. Əhəmiyyətli bir hərbi mövcudluğa işarə edir. Prokopius qeyd edir ki, onlar mühasirə avadanlıqlarının hazırlanmasında çox usta idilər. Cavad Heyət cinsindən asılı olmayaraq bütün Türklər arasında döyüşçü ruhunun olmasını göstərir. Döyüşçü davranışının mövcud olduğuna ortaya qoyur. Hun qadınları güllər kimi at çapardı, top oynayar, güləşər və döyüşlərdə iştirak edirdilər. Onlar həmçinin iffətləri və nəciblikləri ilə məşhur idilər. Əgər bir qadın döyüşdə düşmən tərəfindən əsir götürülərsə, bu böyük təhqir hesab olunurdu. Golden da bu fikri belə ifadə edirdi. Qadınların tam səfərbər olunmuş cəmiyyətin sıralarına daxil edilirdi. Amazonlar haqqında əfsanələri bilən Prokopi onların mənşəyini Sabir bölgəsinə bağlayır və bildirir ki, Hunların, yəni Sabirin Bizans torpaqlarına basqınlarından sonra ölən düşmənlər arasında qadın döyüşçülərin cəsədləri tapılıb. Şərqi Roma və ya Bizans mənbələri ilə köçərilər arasında qadın hökmdarlarının mövcudluğundan xəbərdar idilər. Golden qeyd edir ki, qadın döyüşçülər 15-ci əsr Anadoluda artıq İslamlaşmış Türkmən tayfaları və çox güman ki, Osmanlı qaziləri arasında tanınırdılar.
Cavad heyət ə, Qıpçaqlar haqqında da yazır və deyir ki, Monqol işğalından yarım əsr əvvəl Qaradənizin şimalındakı çöllərə hakim olublar. 1055-ci ildə Qıpçaqlar Pereyaslavr knyazı ilə müqavilə imzalayıblar. Lakin 1061-ci ildə onlar rusları məğlub ediblər və 1068-ci ildə qaptan peçenikləri cəlb etmək bəhanəsi ilə ruslara hücum edərək onların Kiyev yaxınlığındakı birləşmiş qüvvələrini məğlub ediblər. Cavad heyətin izahlarından belə başa düşülür ki, Türklər vaxtaşırı vətənlərini qorumaq üçün hücumlar təşkil edirdilər. Məsələn, Qıpçaqlar 1091-ci ildə Hunlar ölkəsinə, bir il sonra isə Polkaya daxil olublar. Yəni Macaristana və sonra Polkaya 1093-cü ildə yenidən Bizans ərazisinə daxil olublar. 1093-94-cü illərdə onlar ruslara hücum ediblər. Bu hücumlarda Qıpçaqların məqsədi qoşunlarının torpaqlarını ələ keçirmək deyildi, bəlkə də öz çöllərinin təhlükəsizliyi üçün qonşularını təzyiq altına saxlamaq idi. Qıpçaq türklərinin döyüş texnikası və şücaəti məşhur Rus xalq dastanı İqor haqqında eposda Slova Polku İqoreva dastanında təsvir edilmişdir. Cavad heyət yazır ki, Fələçlər Kabil və Qəznidə hökmranlıq ediblər. Və 8-ci əsrdən etibarən Hindistanda Hinduquşdan Hind çayına qədər uzanan bir Türk krallığı qurublar. Cəlaləddin Xorezmşahın hakimiyyəti dövründə Fələklər Seyfəddin Orakın komandanlığı altında Qəzniyə gəlib, 1221-ci ildə Cəlaləddinin ordusu ilə birlikdə Karavanda Monqollara qarşı vuruşub, onları məğlub ediblər. Cavad heyətdən əldə edilən məlumata görə Bizansın sülh müqaviləsinə cavab olaraq Avvar türkləri 562-ci ildə Dunayın aşağı axınlarını işğal edərək Bizanslılarla qonşu oldular və sonra Axonlara hücum edərək, indiki bildiyimiz Macaristana hücum edərək Frank dövlətini məğlub etdilər. Daha sonra onlar Bizans sərhəd şəhərlərini ələ keçirdilər və 592-ci ildə çoxlu və Konstantinopola doğru irəlilədilər. Bir müddət sonra onlar Sasanilərlə müqavilə bağladılar və 618-ci ildə Konstantinopolu mühasirəyə aldılar. 626-cı ildə ikinci dəfə Konstantinopol divarlarına çatdılar. Qədim Türk xalqlarının və tayfalarının siyasi quruluş tiplərini araşdıran Golden da yazır ki, Hunlar və Avarlar köçləri zamanı müəyyən və əhəmiyyətli dəyişikliklərə məruz qalsalar da, Qərbi Avrasiyaya dövlət quruluşunun elementlərini gətirən Daxili Asiya konfederasiyalarını təmsil etdilər. Təmsil etməyi də bacardılar. Çox fərqli siyasi quruluş növü araşdırdıq. Yəni, Hunlar və Avarlar köçləri zamanı bəzi və ya əhəmiyyətli dəyişikliklərə məruz qalsalar da, Qərbi Avrasiyaya dövlət quruluşunun elementlərini gətirən Daxili Asiya konfederasiyalarını təmsil edirdilər. Cavad heyət Türk xalqının məğlub ola bilmədiyini məğlubiyyətçiliyi heç vaxt qəbul edə bilməyəcəyini, tabiçiliyi qəbul edə bilmədiyini nümayiş etdirir. Deyir ki, qədim Türk torpaqlarında müstəqillik həyati əhəmiyyət kəsb edirdi. Türk yazılarında xaqanlıq sözü ilə ifadə edilən müstəqil dövlət ideyası Sırat dövründə deməli, xalq tərəfindən acı ilə, kədərlə səsləndirilmişdir.
Tarixdə Fıtrat dövrü 630 30-cu ildə başlamış, 600 yəni 50 il davam etmiş Göktürk dövlətinin Çinə tabe olduğu dövrə deyilir. Bu dövrə Fıtrat dövrü deyilir. Deməli, mən əli olan bir xalq idim. İndi e, eli olan bir xalq idim. İndi hanı mənim elim deyir. Elim hardadır? Xaqanlığı olan bir xalq idim. Hanı xaqanlığım deyir. Hardadır? Qədim türklər ölkəni millət, vətəni ev, ölkənin sərhədlərini isə boğaz adlandırırdılar. Ölkə qəbilələrinin ortaq mülki hesabı olunurdu türklərdə. Cəvahiyyət öyrədir ki, ölkə ərzaqlarımızın mirasıdır və onu qorumaq xaqanın borcudur. Digər maraqlı məqam isə Goldenin qədim türklərin haqqında dediyi dövləti sultanlıq üzərində kollektiv suverenlik həyata keçirən hakim qəbilənin ortaq mülki kimi gördüyü qənaətidir. Bu da yəni Cavad heyəti ilə üst-üstə düşür, ortaq mülkiyyət və ya kollektiv suverenlik kimi. Cavad heyət Şərqi Göktürk xaqanlığında 50 illik təbii nizam dövrünün baş verdiyini göstərir. 630-cu ildə Göktürklər Çinlilər tərəfindən məğlub edildi. Çin imperatoru rəsmi olaraq özünü Göktürklərin xaqanı elan edildi. Bu dövr yəni Fıtrat dövrüdür. Çin hökuməti türkləri daha tez çinləşdirmək üçün onları Böyük Çin səddi boyunca Ordosda yerləşdirməyə çalışdı. Lakin Göktürklər müqavimət göstərdilər. 680-ci ildə müstəqilliklərini bərpa edənə qədər üsyanlarını və müstəqillik mübarizələrini davam etdirdilər. Bu Cavad heyətin əsəri bildiyiniz kimi 1993-cü ildə Xocalı soyqırımından bir sonra çap olunmuşdur. Bununla da o millətə böyük ruh vermişdir. Keçmişini xatırlatmışdır ki, biz mütləq başaracağıq Qarabağı işğaldan hər nə olur olsun, yəni işğaldan azad edə biləcəyik. Nümunələrə baxmağa davam etsək görərik ki, Golden bu Çin dövrünə aid yazır ki, Tang Tayzonun hakimiyyəti dövründə Şərqi Türk xaqanlıqlarına münasibəti yəni müzakirə edərkən Şərq və Qərb Türk xaqanlıqlarının süqutundan Tayzonun 630-cu ildə Şərqdə birinci Türk xaqanlığının dağılmasından və tabiçiliyindən Türkləri Sarı çayın cənubuna gətirərək assimilyasiya etmək çəkdindən, lakin bu assimilyasiyanın uğursuzluğundan bəhs edir və Türklərin müqavimət göstərdiyini bir nəsil sonra Şərqi Türk xaqanlıqlarının dil çəldiyini və ikinci Türk imperiyasının qurulduğunu izah edir. Biz bu həmin ruhu hər zaman görürük, Güney Azərbaycanda da görürük. Fars rejimi o xalqımızı assimilyasiya etməyə çalışsa da nail ola bilməmişdir. Xoqdamyan edamlara rəğmən milli oyanır. Hər zaman milli dirçəliş özünü göstərir. Sonraki tarixlərdə bunu gördük bugünə qədər. Yəni 200 ildən çoxdur ki, Güney Azərbaycan türkləri Fars imperializminin onlara qarşı apardığı assimilyasiya siyasətinə davamlı olaraq müqavimət göstəriblər və göstərməkdədirlər. Cavad heyətin məlumatına görə türklərin ən mühüm tayfalarından biri olan Oğuzlar 6-cı əsrdə Göktürklərin tərkibinə daxil olmuş. Fıtrat dövründə, yəni 630-cu ildən sonra müstəqillik qazanmış və 9 Oğuz xanlığı yaratmışlar. 9 Oğuz xanlığı. İkinci Göktürk xaqanlığı qurulduqda onlar
İlk tərəfindən məğlub edilmiş və yenidən Gölcük dövlətinin əsas hissəsini təşkil etmiş və onlardan biri hesab edilmişdir. Oğuzlar düşmənlərinin kafir adlandırmış və onlarla döyüşü cihad hesab etmişlər. Cavad Heyətin fikrincə Türklər üçün fəth ideyasının təməli dünya hökmranlığı anlayışı və İslamı qəbul etdikdən sonra İslamı yaymaq şüarı idi. Türklər uzun müddətli müharibələrdə Turan taktikasından, belə adlanır deyən Turan hərbi taktikası, Turan taktikasında, yəni süni geri çəkilmə taktikasıdır bu, pusqu taktikasından istifadə edirdilər. Necə ki Alparslanın ordusu 1071-ci ildə Manzikert döyüşündə e, bunu Cavad Heyət nümunə gətirir və ya Səfəvilər Osmanlılarla müharibələrində bundan istifadə etmişdilər. Yunan ordusu bu taktikanı türklərdən öyrənmişdir və tətbiq etmişdir. Bizanslılar da bu taktikadan 622-ci ildə 23 ilə qədər davam edən Sasanilərlə savaşlarında istifadə etmişdilər və Sasaniləri məğlub etmək üçün istifadə etmişdilər. Ruslar bu taktikadan Xəzərləri məğlub etmək üçün istifadə etmişdilər. Və bu belə gözəl nümunələrdən, hatırlatmalardan Cavad Heyətin əsərində var. Osmanlı tarixində 1402-ci ildə Sultan 1-ci Bəyazıdın Ankara döyüşündə Əmir Teymur tərəfindən məğlub edilməsi ilə başlayan və 1413-cü ildə bitən dövr, Fitrət dövrü kimi də tanınır. Lakin Türk mübarizəsi həmişə qələbə ilə başa çatırdı. Ankaradakı qələbədən sonra Əmir Teymur əvvəllər Osmanlılar tərəfindən fəth edilmiş Anadolu bəyliklərinin əksəriyyətini məhv etdi və qalan Osmanlı ərazilərini Bəyazıdın üç oğlu arasında bölüşdürdü. Süleyman, İsa və Məhməd arasında. Süleyman Anadolu'dakı Rumeliya əyalətinə nəzarət edirdi. İsa və Məhməd isə Rumeliya əyalətlərinə nəzarət edirdilər. Bayazıdın digər oğlu Musa da hakimiyyət uğrunda mübarizəyə qoşuldu. 1413-cü ildə Çələbi Məhməd bu mübarizədən qalib çıxdı və Fitrət dövrünə son qoydu. Cavad Heyət yazır ki, Türklər İslamı qəbul edib yeni ölkələrdə öz yurtlarını və vətənlərini qurduqdan sonra belə vətənlərini və dinlərini o qədər ucaltdılar ki, bəzən əsrlər boyu vətənləri və dinləri uğrunda öz aralarında vuruşdular. Deməli, Səfəvilər və Osmanlılar kimi. Cavad Heyət yazır ki, Abbasilər dövründə Suriya və Güney Anadolu İslam torpaqları Bizans tərəfindən təhdid altındaydı. Bu sərhədlərin təhlükəsizliyi Türklərin xilafət ordusuna qoşulması ilə təmin edilirdi. Səlcuqlu orduları Xorasanı, İranı, Azərbaycanı, Ermənistanı və Gürcüstanı fəth etdikdən sonra Toğrul və Alparslanın hakimiyyəti dövründə Bizans torpaqlarına hücum edərək Anadolunu 20-25 il işğal etdi və tezliklə onu müsəlman Türk toprağına çevirdi. Alparslan sultan oldu və ordusunu Romalıların torpağı olan Anadoluya doğru apardı və 1071-ci ildə Malazgirtdə Romalılara ağır məğlubiyyət verərək Anadoluya uğurla daxil oldu. Tarixçi Golden də eyni fikri bölüşür. Deyir ki, 1071-ci ildə Səlcuqlular Bizanslıları Manzikərtdə məğlub etdilər və Anadolu Türk fəthlərinə açıldı. Həqiqətən də Səlcuqluların gəlişindən sonra müxtəlif qruplara
mənsub olan türklər, əsasən Oğuz və ya Qıpçaq türkləri İslam torpaqlarında hərbi və siyasi elitaları formalaşdırmağa meyilli oldular. Golden qeyd edir ki, həm Qərb, həm də Şərq mənbələri Türk köçəri cəmiyyətinin döyüşçü təbiətini vurğulayır. Yəni gördüyünüz kimi Cavad heyət obyektivdir. Yəni biz sadəcə emosional Türkləri övmür. E, Cavad heyət bildirib ki, Səlcuq dövründə yüz minlərlə Türk Azərbaycana və Anadoluya köç edərək bu ölkələrdə birləşdilər. 13-cü əsrdə Monqollarla gələn türklər bu bölgələrin əhalisini tamamilə türkləşdirdilər. Çingiz xanın nəvəsi Hulaku dövründə Monqollarla birlikdə 2 milyon türk İrana gəlib və onların çoxu Azərbaycanda məskunlaşdı. İranda İlxanilər dövlətini qurduqdan sonra Hülaki Marağanı paytaxt edib və orada alim, vəziri bildiyimiz Nəsrəddin Tusinin nəzarəti altında rəsədxanə tikdirib. Burada videonu bitirirəm. Üçüncü videoda nəticə və müzakirələrimi təqdim edəcəyəm.